Siz bir çox suallar verdiniz ki, Babasildən əziyyət falan çəkirmi? Elə bizim operatorumuzda qeyd etmək istəyərdim ki, Samirdə də biraz əziyyət çəkir o xəstəlikdən. Yəni elə bu barədə də danışarsınız və həmçinin də zob xəstəliyi ilə bir yekun olaraq bax bu haqda danışın, zəhmət olmasa. Anar bəy, təbii ki, qəbizlik olan yerdə Babasil də var. Babasil olan yerdə də göynəmə, qanaxma verə bilir qəbizlik olanda. Mən inanmıram ki, operatorda olsun, ona inanmadım. Ayaq üstədilər bütün gün ona. Oturanda daha çox yaranır. Oturaq pinəçilərdə, sürücülərdə, oturaq həyatda, alimlərdə, oturaq həyatda olan adamlarda daha çox olur. Ayaq üstə olub hərəkət edən adamlarda az olur. Bir də xanımlarda təbii ki, qadınlarda hamiləlik dövründə yarana bilir. Dölün böyüməsinə əlaqədar olaraq. Orada da yenə də zəli ilə müalicə möhtəşəmdir. Qanaxmanı o dəqiqə dayandırır, göynəməni götürür. Çox gözəl müalicə edə bilirik Doktor Seyfəddin klinikasında. Ondan başqa da şu dediyin və varikoz damar xəstəlikləri də. Məsələn, Babasil nə demək? Babasil orada olan, düz bağırsaqda olan varikoz damarın genəlməsidir. Bir də ayaqda olan varikoz damar, o da yenə müalicəsi falan mümkündür. Hamiləlik dövründə yaranır o da. Eyni zamanda çəkili adamlarda, artıq çəkisi olan adamlarda görürsünüz, ayaqlarda yaranır. Bir də irsiyyətlə yarana bilir. Görürsən, atasında var, balasında var, nəvəsində var. Hamıda bir sağ ayaqda ya sol ayaqda varikoz damar xəstəliyi ola bilir. Orada da yenə ağrı və zəli müalicəsi möhtəşəmdir. Çünki o varikoz damar xəstəliklərində trombun əmələ gəlməsi, infarktın əmələ gəlməsi və ölmə səbəb ola bilir. Bilirik ki, dünyada, elə Azərbaycanda da ölümün ən yüksək təşkil edilən ürək damar sistemi xəstəliklərdir. Zəli qoyduran adamda tromb ola bilməz, 6 ay. İnfarkt ola bilməz, insult ola bilməz, rahat həyatını yaşayır. Elə ilk gündən effektini duyur. O ki, qaldı zob xəstəliklərində, zob xəstəliklərdə, bütün növ zob xəstəliklərinin müalicəsində qurbağa ilə müalicə möhtəşəmdir. Və ilk gündən effektini, indi Krasnoyarskıdan bir Dürdana xanım gəlib, xəstəmizdir, əslən Şəmkir rayonundandılar. Yoldaşı Gəncəlidir, o da gəlib, yoldaşının problemi qan təzyiqinə əlaqədar, bunu da qan təzyiqi. Müalicəsini başlamışıq, birinci gün və eyni zamanda zob xəstəliyi var Dürdana xanımın. Bircə gün qurbağa bağlamışıq. Allah hamd olsun, bugün deyir ki, mən əməlli başda effektini hiss elədim, yuxum, əsəbim. Nəysə, çox vaxt almayayım. Bir də oynaq xəstəliklərinin müalicəsində, qurd xəstəliklərinin müalicəsində, qəbizlikdə və təpədən dırnağa qədər. Saçın tökülməsindən dırnaqda göbələyə qədər. Kiminlə şikayət olsa, Doktor Seyfəddin təşəkkür eləyirik, həkim, var olasınız. Elə sağlam şəkildə hər dəfə gələsiniz, iştirak edirsiniz, biz də məlumatlandırasınız elə tamaşaçılarda. Sizə də xüsusi təşəkkür edirəm ki, bu gözəl insanlarla, gözəl şairimiz Aynur xanımla, X Trio qrupu, bu gözəl istedadlı musiqiçilərimiz, istedadlı müğənnilərimizlə və Şah Cavad bəylə